Hello everyone, herkese selam. Bugün 3. sınıfın kiçik summativ qiymətləndirmə ikisini izah edəcəm. Gəl birinci sualı oxuyaq. Read the sentence and find the correct picture. Hasan reads a book. Sualı oxuyun və düzgün şəkli tapın. Həsən kitab oxuyur. Gəlin A variantına baxaq. A variantında barmaqla bir yerə toxunur, amma bizə kitab oxumaq lazımdır. Ona görə bu yanlışdır. Keçək B-yə. B-də bir uşaq var və kitab oxuyur. Bu doğrudur. Doğru cavabımız B variantı. Amma C-də isə uşaq oturur. Ona görə bu yanlışdır. 2. Choose a correct variant. Düzgün variantı seç. He numbers such as 1, 2, 3, etc. O rəqəmləri 1, 2, 3 və s. kimi nöqtə. Burada o nöqtələrin yerinə nə yazılmalıdır, onu tapmalıyıq. A. Sit down, oturmaq. O rəqəmləri 1, 2, 3 kimi oturmaq olmur. A variantı yanlışdır. B variantı. He counts numbers such as 1, 2, 3, etc. Bu düzdür, çünki o rəqəmləri 1, 2, 3 və s. kimi sayır. Ona görə bu variant düzgündür. Touches toxunmaq deməkdir. O rəqəmlər toxunmadığı üçün bu yanlışdır. Keçək 3-ə. Open the window. Pəncərəni aç. Gəl A variantına baxaq. Burada uşaq qışqırır, shout. Səhvdir. B-də uşaq yemək yeyir, eating. Bu da səhvdir. Amma C variantında uşaq pəncərə açır. Bu düzgündür. Write the missing letters. Verilməmiş hərfləri yaz. Gəlin birə baxaq. Burada fikir verilməmiş hərf R-dır. Yəni read, oxumaq sözü olacaq. İkinci sözdə də verilməmiş hərf R-dır. Burada da write, yazmaq. 3-də pen, qabağına O qoyuruq, open, yəni açmaq. 4-də verilməmiş hərf L-dır, close, yəni bağlamaq. 5-də də T-dır, touch, toxunmaq. 5. Choose the opposites of the words. Antonim sözləri seçin. 1. Open, close, açıb bağlamaq düzgündür. 2. Sit down and stand up. Oturmaq və ayağa qalxmaq. Bu da düzgündür. 3. Count and say. Saymaq və demək. Bu yanlışdır. 4. Look and listen. Baxmaq və dinləmək. Bu da yanlışdır. Yəni burada cavabımız oldu 1 və 2. Keçdik 6-ya. Translate the words. Sözü tərcümə edin. Gəlin birinci sözə baxaq. Walk. Walk yerimək deməkdir. Yerimək. Listen isə dinləmək. Məsələn, I listen to music. Mən musiqiyə qulaq asıram, dinləyirəm. Dinləməyə qulaq asmaq. 7. Translate the sentence. Cümləni tərcümə elə. Open the door, please. Burada tərcüməsi qapını aç. Zəhmət olmasa qapını aç. Zəhmət olmasa qapını aç. 8-ə baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Bir də gördüyünüz kimi burada X kimi bir şey qoyub, yəni bu yanlış olmalıdır. Burada uşaq kimisə dinləyir, amma bunu qoyduqları üçün don't listen, yəni dinləmir. İkinciyə baxırıq, shout, qışqırmaq. Burada uşaq qışqırır və klik qoyduqları üçün burada da shout olacaq. Yəni qışqırır. Keçdik 9-a. Write the words in the sentence correctly. Buradakı sözləri bura düzgün şəkildə yazmalıyıq.
Sit down, close, eat. Oturmaq, bağlamaq və yemək. Gəl birə baxaq. Don't the hamburger. Deyir ki, hamburgeri nöqtə eləmək. Burada hamburgeri don't eat olar. Yəni hamburger yemə. Eat. 2. The window is cold. Deyir ki, pəncərə soyuqdur. Burada close olacaq. Pəncərəni bağla çünki soyuqdur. 3. Children, uşaqlar. Burada da sit down, yəni oturun uşaqlar. Sit down. Keçdik ona. Circle the common words. Əmr sözlərini dairəyə alın. Gəlin baxaq. Bir də write, yəni burada write sözü görünür. Sonra baxırıq. Burada touch sözü var, yəni toxunmaq. Daha sonra baxırıq. Burada look sözü var, baxmaq. Və ən sonuncu olaraq da read sözü var, oxumaq. Okay, we finish. Biz bitirdik. See you later.